Demək, A və B, A, B, C-ni müqayisə edək. A müsbət, B müsbət, C müsbət. Deməli, bu da müsbət ədəddir, bu da müsbət ədəddir, bu da müsbət ədəddir. Hər hansı A, B, C müsbət olması üçün bura bərabəri -1 yazıram. Buradan C nəyə bərabər olur? -2 vur -1, müsbət 2. B bərabər -3 vurulsun -1, müsbət 3. A da bərabər -1 vurulsun -1, müsbət 1. Deməli, 1 2-dən kiçikdir, 2 də 3-dən kiçikdir. Düzdür? Yəni, A kiçik C-dən kiçikdir B-dən. A variantı. Perimetrlərin nisbəti 2 bölünsün 1 kimidir. Olan, demək, 2 oxşar üçbucağın sahələr nisbəti. Sahələr nisbəti perimetrlərin nisbətinin kvadratıdır. 2 bölü 1-in kvadratıdır. Olur nə? 4 bölünsün 1. A variantı. Demək, B 5-dən böyük bərabər. Kökdə B üstə gəl. Bax, bu çıxıqdadır. B kökdə B-nin kvadratıdır. 5 kökdə 5-in kvadratıdır. 20-də 4 vur 5-də. 4-dən kök çıxır. 2 olur. 2 kökdə 5B. Bərabər. Bu ifadə kökdə B çıx kökdə 5-in kvadratıdır. Yox. Bu cürdür. Kvadrat kökü apardı. Qaldı kökdə B. İndi yuxarıda da verir ki, B 5-dən böyük bərabərsə, deməli bu ifadə müsbətdir. Kökdə B çıxılsın. Kökdə B çıx kökdə 5. Kökdə B'lər getdi, cavab qaldı müsbət kökdə 5. 5-ci çalışma. Tərəfləri 24, 25 və 7. Deməli, bura 25-dir. Baxdım ki, 7-nin kvadratı üstə gəl 24-ün kvadratı bərabər 49 üstə gəl 5 76 bərabər 625. O da 25-in kvadratı. Deməli, bu Pifaqor ədədidir. Pifaqor ədədləri 5, 7, 24, 25. Deməli, üçbucaq düzbucaqlı üçbucaqdır. Deməli, bir tərəfi 7, bir tərəfi 24. Bir tərəf 25. Hündürlüyü, kiçik hündürlüyü ilə hipotenuza böyük tərəfə çəkilən hündürlüyü, yəni hipotenuza çəkilən hündürlükdür. Düstur da budur. A vur B böl C. Bərabər 7 vur 24 böl 25. 7 dəfə 4 28, 7 dəfə 2 14, o da 2 16 böl 25. Sürət məxrəci 4-ə vursaq 4 dəfə 8 32, 4 dəfə 6 24 27. O deyir 6 tam %72 santimetr. B variantı. Cədvəldə fənlər üzrə kitabların sayı verilib. Hər fənn üzrə demək kitab verilib. Azərbaycan dili 2 dənə, riyaziyyat 3 dənə, kimya 2 dənə, coğrafiya 1 dənə. Deməli, bu kitabların deyir, hər fənn üzrə kitabların müxtəlif olduğunu bilərək, eyni fənnə aid kitablar yan-yana olmaq şərti ilə bütün kitabları neçə rəfə düzmək olar. Baxın, burada demək 4 dənə rəfdir, düzdürmü? 4 dənə. Bunların hərəsini fikirləşək ki, hələ ki bir dənə götürək. Deyək ki, bir dənə paketin içindədirlər. Düzdürmü? Bir paketə yığıblar ayrı-ayrılıqda. Neçə zaman bunları düzmək olar? 4 faktorial üsulundan. Məsələn,
Birinci yerə, məsələn, 4 dənə deyə hərfdir. Birinci yerə, məsələn, 4-ündən birini götürə bilərəm. Məsəl üçün, kimya. Düzdürmü? Kimyanı götürdüm, qaldı 3 dənəsi. Yəni, 4-ündən birini götürdüm. Yerdə 3 dənə qaldı. İndi bura 3-ündən birini götürüb qoyacaq. Birində, məsələn, götürdük coğrafiyanı. İndi 2 dənə qaldı. Bu biri damaya, ikisindən biri qaldı. İkisindən birini seçmək olar. Növbəti eləyib bir dənə. Bu oldu 4 faktorial. İndi məsələn Azərbaycan dilində deyə 2 dənə kitab var. A və B hərflərdən nömrələnmiş. Neçə üsulla seçə bilərik onu? 2 üsulla. Daha doğrusu 2 faktorial üsulla. Riyaziyyat kitabları 3 cür kitab var deyək. Məsələn M, N, K kitabları var. Neçə üsulla yer dəyişimi ola bilər? 3 faktorial üsulla. Eyni zamanda kimya 2 faktorial, coğrafiya 1 faktorial. Və bunları vururuq. Bayaq dediyimizə 4 faktorial. Və salam 4 faktorial neçədir? 24. Vur 2, vur 3 faktorial 6'dır. 2 faktorial da 2'dir. 2 dəfə 6, 8, 12. 24 ilə 24'e vuranda 576. B variantı. Təzə meyvə qurudulduqda 80%-ni itirir. Kütləsinin 80%. 32 kilogram quru meyvə. Deməli, quru meyvə 20%-dirsə, elə bir ki 100%-dən çıxıram 80%-i, 20%-i bunun qurudur. Bizə deyir 32 kilogram quru meyvə almaq üçün nə qədər lazım? Deməli, 20%-i 32 kilogramdır. 20%-i 32 kilogramdır. Faizinə görə ədəd qaydasıyla da işləyə bilərik bunu. Tənasüblə də. Deməli, 20%-i 32-dirsə, 32-ni bölürəm 20-yə. Ədədi yəni bölürəm faizə, vururam 100-ə. Və salam. 100-dən 20 gedir 5. 160 kilogram. Və yaxud belə olardı. 20%-i 32 kiloqramdırsa, 100%-i x kiloqram. Bu cürdə həll eləmək olardı. Keçək 8-ə. İlk 21 həddinin cəmini tapaq. Baxın bura. 3 ardıcıl ədəddir. Bunların cəmi olur 3 dənə A12. Bərabərdir A11 vur A12. Bunu burada hər tərəfi A12'ye bölsək, qalır ki A11 bərabər 3'ə. S21'i deyir tab. S21 bərabər A1 üstə gəl A21 bölü 2 vur 21. S-nin düsturuna əsasən. Bu da elə A11'ə bərabərdir. Olur nə? A11 vurulsun 3. Yəni 21'i üzürü sayın. 20. 3 vur 21. Qarışdırdım. Vur 21. O da icab elədiniz 63 C variantı. Demək, B çoxluğu A çoxluğunun alt çoxluğudur. Və B-nin elementləri 2, 5'dir. A-dan B-ni çıxanda A və B çoxluğundan fərqi belə deyək. 1, 3, 4'dür. Düzdürmü? Demək, A-dan B, A və çoxluğu ilə B çoxluğunun fərqi bax bu hissədir. Həm boş hissə. Burada nə deyir? 1, 3, 4. Yəni 3 dənə element var burada. Bizdən deyir nəyi tap? A çoxluğunu tapın. Şəkildən görünür ki, A çoxluğunun içərisində nədirlər? 1, 2, 3, 4, 5. Hamısı bütöv. Və salam. D variantı. 10-cu. Qrafik təsvir olmuş fx fəxətli funksiyasının fx funksiyasının böyük fx iptidai funksiyalarının ümumi şəklini göstərin. Əvvəl xətti funksiyonu tapaq. Y bərabər
kx üstə gəl b. Həmişə y oxunu kəsdiyi nöqtə b nöqtəsidir. Ona elə bunu biz kx üstə gəl 1 yazaq. B oldu 1. İndi burada A nöqtəsinin koordinatı nədir? x1, y0. X-in yerinə 1 yazıram, y-in yerinə 0. Yəni 0 bərabər k vur 1 üstə gəl 1. Buradan anlıyor ki k bərabər mənfi 1. Deməli k mənfi 1'dir, b də 1'dir. Düstur nə oldu? Mənfi 1x, yəni mənfi x üstə gəl b. Şimdi bunun integralı x'in integralı neydi? X üstü n'in integralı. X'in üstünde n üstə gəl 1 böl n üstə gəl 1 üstə gəl c. Şimdi burada bu x'in üstü 1'dir də. X'in üstü 1 üstə gəl 1 olur x'in kvadratı böl 1 üstə gəl 1. 2 mənfi kəsirin qarşısında da biraz yaxşı alınmadı, səliqəli olmadı. Bərabər belə yazaq. Üstə gəl. Birində integral elə x'dir. Üstə gəl c. Hansıdır o? Y variantı. X üstə gəl y cəmini tapaq. Demək belə dirək. Hər tərəfin üzərinə 25 gələk. Üstə gəl 25. Və çıx 4 yazıram. Bu olur x üstə gəl 5'in kvadratı. Yəni bərabərliyin hər tərəfin üzərinə 25 gəldikdə, elə bir üzərinə 25 gəldiksə, burada da üstə gəl 25 yazıram. Çıx 4 yazıqsa bərabərin yəni digər tərəfində də yenə çıx 4 yazıram. Çıxılsın. Bu ifadə isə bizə verir nəyi? Mənfi y çıx 2'nin y üstə gəl 2'nin kvadratını verir. Niyəsini bir balaca açıqlayaq. Buradan mötərizəni yazanda bunlar olur müsbət. Mənfi 21 üstə gəl 25 çıx 4 də bizə 0 verir. Buradan alır x çıx 5 kvadratı bərabər y üstə gəl 2'nin kvadratı. Buradan alınır x üstə gəl 5 bərabərdir y üstə gəl 2. Modulun. Nə vaxt bir-birinə bərabər olacaqlar? Bir dəfə yaza bilərik x üstə gəl 5 bərabərdir y üstə gəl 2'yə. Bir dəfə də x üstə gəl 5 bərabərdir mənfi y üstə gəl 2. Bu cür. Buradan alınır ki x çıx y bərabər 2 çıx 5 bərabər mənfi 3. Buradan da nə alınır? X mənfi y keçir digər tərəf olur üstə gəl y. Bərabər mənfi 2 çıx 5 mənfi 7. Neçənci çalışmaydı bu? C variantı. Demək, katetlər 8 kökdə 2 olan bərabər yanlı ABC üst buzağıdır. Düz buzaqlı ABC üst buzağıdır. Bu üst buzaq müstəvirsində olmayan, üzərində olmayan, müstəvirsi üzərində S nöqtəsindən üst buzağın təpələrinə qədər məsafə 10 sm. Deməli, təpələrə qədər məsafə eynidir. 10, 10. S nöqtəsinin AB hipotenuzuna qədər məsafə. İndi burada S nöqtəsinin AB hipotenuzuna qədər məsafə nədir? Bu, bax, məsafə bura düşəcək, yoxsa bura düşəcək, yoxsa bura düşəcək. Onu təyin eləmək lazımdır. Bu məsafə elə düz bu mərkəzə düşəcək. Bu niyə belədir? Diqqət edin buna. Çəkirəm bu düz buzaqlı. Bu düz buzaqlı kimidir. Düz buzaqlı piramidə çəkirəm. Üzərində olmayan nöqtədən əgər təpələrə qədər məsafələr eynidirsə, hündürlüyü düşür diaqonalların düz kəsişmə nöqtəsinə.
SO hündürlüyü. Düz diagonal kəsim nöqtəsi. Mesela bu üç buzağın yarısını götürsək, indi burada bir dənə başqa bir renk götürün. Oldu nə? Düz buzaqlı üç buzaq. Düz buzaqlı üç buzağın təpə nöqtələrindən bərabər məsafədə yerləşən bu S nöqtəsindən, bu məsafələr ki bərabərdir. S nöqtəsi çəkilən hündürlük düşəcək düz buzaqlı üç buzağın hipotenuzunun düz ortasına. Bax, oradan bildik bunu. İndi biz S10'u tapaq. Buna bir dənə x yazaq. S10'u tapaq. Pythagor teoreminə görə, Pythagor ədədlərinə görə. Burası 8 kökdə 2, burası 8 kökdə 2 olanda bu 16 edir. Və ya belə deyək də, katetlər adsa, hipotenuz olur a kökətdə 2, yəni 8 kökdə 2-ni vururam kökdə 2-yə. 8 kökdə 4, o da 8 vur 2, 16. 16'ını da böldü 2 yerə, bu oldu 8, bu oldu 8. Çünki mərkəzdə bu hissələr bərabərdir. X kvadrat üstəgəl 8'in kvadrat bərabər 10'un kvadrat. Çünki SOB düz buzaqlı. X kvadrat üstəgəl 8'in kvadrat bərabər 10 kvadrat. Buradan x kvadrat bərabər 100'dən çıxdım 64, 36, o da 6'nın kvadrat. X bərabərdir 6. B variantı. Burada sinus 100 üstəgəl x yazıram, sinus 90 üstəgəl 10 üstəgəl x. Bunu bir dənə hərf kimi fikirləşək. Sinus 90 üstəgəl alfa bizə kosinus alfanı verir. Yəni kosinus 10 dərəcə üstəgəl x. Demək surətdə olur. Çıx kosinus 10 dərəcə üstəgəl x bərabər 0. Bu 2 dənədən bir dənəni çıxırıq, qalır bir dənə kosinus x üstəgəl 10 dərəcə bərabər 0. Xüsusi hallara görə kosinus x üstəgəl 10 dərəcə, yəni nə vaxt 0'a bərabərdir? Pi bölü 2, yəni 90 dərəcə üstəgəl 180 vur k. Pi bölü 2 üstəgəl pi k. İndi misalda n ilə verib, biz də n ilə yazaq, çalışmada n ilə verib. 90'dan çıxıram onu, olur 80 dərəcə üstəgəl 180 dərəcə vur n. N də tam ədəddir. Y variantı. 5 2/4'dən kiçikdir kökdə. Yox, 2/4 təqribən. Belə yazaq da 2/4'ün kvadratını eləyir. Kökdə 5 tam %29. Deməli 5 çıx, kökdə 5 çıx 2/4. Moduldan çıxanda elə bir məsəl üçün 5 çıx 7, hə? Moduldan çıxanda 7 çıx 5 yazılır da bu. Olur 2/4 çıx kökdə 5 olur. 2/4 kökdə 5'dən böyükdür. Üstəgəl kökdə 5 2/2'də 4/84. Üstəgəl bu müsbət ədəd olduğundan kökdə 5 çıx 2/2. Kökdə 5'lər getdi. Bunları da çıxanda olurlar 0/1. 14. Demək 7 vur 49 x. İşte gel. Burada hər tərəfi 4 x-ə bölək. Olur 7 vur 4'də 49 x. Üstəgəl 5 vur 4'də 14 üzərində x. 2 vur 4'də 4 üstü x'də 1'dir. 2 7. İndi 2 də 7 üstü x'i t ilə əvəz eləyirəm. Bu olur t kvadrat. Yəni 7t kvadrat üstəgəl 5t çıx 2 bərabər 0.
Diskri bundan həll etsək olur 5'in kvadrat çıx 4 var 7 var mənfi 2. 56 deyir 81. 81 9'un kvadratı edir. Devam edək. T1 bərabərdir. Nə? Mənfi 5 üstəgəl kökdə edir. Mənfi 5 üstəgəl kökdə 81. Yəni 9 böl 2 vur 7. 14'də 4. 7'də 2. T2 bərabərdir. Mənfi 5 çıx 9 böl 14. Mənfi 1. İndi biz 2'də 7 üstü x əvəz eləmişdik. T ilə düzdür mü? 2'də 7 üstü x. Bir dəfə bərabər 7'də 2'yə. 2'də 7 üstü x. Bir dəfə də bərabər mənfi 1'ə. Bu boş çoxluq. Üstü funksiya. Tənlikdə, üstü tənlik. Bunun cavabı mənfi ola bilməz. Burada da 2'də 7'nin üzərində mənfi 1 olsa cavab 7'də 2 iniyər. A variantı. Deməli, ədəd elə 3 natural ədədin cəmindən ibarətdir ki, birincisi 57'ye bölünür, 57x. İkincisi 24'e bölünür, üçüncüsü 19'a ve qismətlər bərabərdir. 24x, 19x. Verilmiş ədədin axırıncı rəqəmini tapın. 57, 24, 19 toplayanda deməli 70, 80, 90, 100. 100x. 100 də istənilən natural ədədə böldükdə sonu 0 olar. Vurduqda daha doğrusu. Deməli B variantı. 17'ye baxaq. Bu çevrələrin mərkəzlər arasındakı məsafə. Baxın, çevrənin mərkəzinin haqqında bir düstur yazaq. Deməli, x çıx a kvadrat üstəgəl y çıx b kvadrat bərabər l kvadrat. Mərkəz A, B'dir burada. Demək, burada A 3'dür, B 1'dir. Elə ki, mənfi A, mənfi 3'dürsə, A bərabər 3 olur. B bərabər 1 olur. Bu da B. Mənfi B, mənfi 1 ise B də 1. İndi burada bu birisində A mənfi 3'dür, əksi olur. Çünki mənfi A bərabər müsbət 3 verir. B də bərabər 1'dir. Bunların mərkəzlər arasında məsafə. Bunu A1, B1 götürək. Bunu da A2, B2 götürək. 2 nöqtə arasında məsafə. Elə bir ki, biri oldu 3, 1 nöqtəsi. O birisi oldu mənfi 3, 1 nöqtəsi. AB parçasının belə bir düsturu var idi. 2 nöqtə arasında məsafə. X2 çıx x1 kvadrat üstəgəl y2 çıx y1 kvadrat. Bunu 2 dənə yolla izah edəcəm sizə. Bundan sonraki biraz daha rahat yoldur. Sadəcə bu düsturu təkrarlayın. Bu elə bir x1 y1'dir. Bu da x2 y2. Yerinə qoyaq. x2 çıx x1 mənfi 3 çıx 3 kvadrat üstə y2 çıx y1 1 çıxılsın 1 kvadrat. Bu da bərabər 6'nın kvadratı 36 üstəgəl 0 kvadratı. 36'dan da kök çıxır 6. Cavab A variantı. Və ədəd oxu üzərində 3, 1 x3, y1 düşdü bura. Sən bura. O birisi də mənfi 3, 1. Buradan bura məsafə aydın ki 6 addımdan. Qutardı 7.
18. Y bərabər 2x funksiyasının qrafik. 0,1 parçasındakı hissəsinin absissoxu ətrafında fırlanmasından hansı fiqur alınır? Deməli, y bərabər 2x funksiyasının qrafikini quraq. X, y. X-ə 0 verəndə 0 edir, 2 vur 0, 0, X-ə 1 verəndə 2 edir. Bir nöqtə burada. X-ə 1 verəndə Y 2 edir. Damaları mümkün qədər eyni boyda çəkmək lazım. Demək, bu hissə absissoxu ətrafında fırlansa. Absissoxu bu da axı. Gələcək mənfi, gələcək çıxacaq və bura. Fırlananda belə bir fiqur alınır. Konus. C variantı. Təsəvvür edin ki, o formadan fırlanır. Sanki onun fırlanması var burada. Bu düzbucaqlı üçbucaq var. Ha. Bu düzbucaqlı üçbucağın bu katet ətrafında fırlanmasıdır. Alınır konus. Demək, bu funksiyasının qrafikini absisi x0 bərabər 5 nöqtəsində çəkilmiş toxunanın tənliyi y bərabər 7x çıxışdır. Baxın bura. Burada bir dənə qrafik çəkək. Deyək ki, funksiya budur. Düzdürmü? Beş nöqtəsində buna bir dənə toxunan çəkilmişdir. Bu toxunanın tənliyi 7x çıx 3'dür. Toxunanın tənliyin düsturu bu cür idi. Y bərabər fx0 üstə gəl. f(x0) üstə gəldi mi? Vur x çıx x0. x0 burada 5'dir. Bu demək, burada bizə deyir ki, f5 üstə gəl f'5 tabi. 5 nöqtəsində funksiyanın qiyməti elə bu funksiyanın qiymətinə bərabər. Çünki həmin nöqtədə toxunumlaraq qiymətləri eynidir həmin nöqtədə. Hər ikisinin qiyməti eynidir. Deməli, f5 7x çıx 3. 7 vur 5 çıx 3'dür. Bu törəmə hansıdır törəmə? Törəmə bu x-a vurulan ədəddir. f'5. f'5 isə x-a vurulan ədəd burada nədir? 7'dir də. Həmin 7'dir. Məsələn. Deməli, 35 çıxış 32 üstə gəl 7, 39. Cavab Y variantı. Deməli, ABC üçbucağında bucaq A böl bucaq B 1 bölü 2. Bu 1 alfa olsun, bu da 2 alfa olsun. BC ilə AC nisbəti 5 bölü 6. 5x 6x. Kosinus bucaq A'nı tapın. Yəni kosinus alfanı tapaq. Burada sinuslar teoremindən istifadə edə bilərik. Belə bir düstur var. A böl sinus alfa bərabər B böl sinus beta. A bu olsun. B də bu olsun. Onda A böl sinus alfa olmur. A böl sinus 2 alfa olur. A bölünsün. Daha doğrusu yani 6x bölünsün. Sinus 2 alfa. Sinus 2 alfada 2 vur. Sinus alfa vur. Kosinus alfadır. Bərabər B böl sinus beta. B 5x'dir. Böl sinus beta. Sinus beta'nın yerində yəni sinus alfa durur. Hər tərəfdən sinus alfaları x-ə apardım. Hər tərəfi x-ə böldüm. X-ləri apardım. Qaldı 2 ilə də 6'nı aparaq ixtisar. 3 1 oldu. 5 kosinus alfa bərabər 3'ə. Buradan kosinus alfa bərabər 5'də 3'ə. Yəni 0,6'ya. A sinus x üstə gəl B kosinus x-in ən böyük, ən kiçik qiymətləri müsbət mənfi olur. Kökətdə A kvadrat üstə gəl B kvadrat. Yəni burada y
Kök hatta 3'ün kvadratı üstəgəl 2'nin kvadratı ilə mənfi yazırıq bura. Kök hatta 3'ün kvadratı üstəgəl 2'nin kvadratı arasında yerləşir. Yəni müsbəti ilə mənfisi. Kök hatta 13 mənfi kökdə 13. Bizə deyir, bu ala biləcəyin natural qiymətlərin cəmidir. Kök hatta 13'dən kiçik natural ədədlər hansılardır? 1, 2, 3, 4 olmaz. 4'ün kvadratı 16. 3'ün kvadratı 9. Mesela bunların cəmi 6. B variantı. Deməli, funksiyanın qrafiki verilib. Bu tənliyin deyir, neçə müxtəlif həqiqi kökü var. Bu funksiya 0'a bərabərdirsə, deməli, x-a neçə qiymət verəndə funksiyanın qiyməti 0 olub. Baxıram, x-a mənfi 5 verəndə y 0 olub, x-a 4 verəndə y 0 olub. Yəni, f mənfi 5 də 0'a bərabərdir, f4 də 0'a bərabərdir. Buradan anılır ki, 4 çıx 3x kvadrat bərabər mənfi 5. Buradan mənfi 3x kvadratı bərabər mənfi 5 çıx 4 mənfi 9. X kvadrat bərabər 9'u 3'e böldüm 3. X bərabər müsbət mənfi kökdə 3. Bunu tapdıq. Buradan 4 çıx 3x kvadrat bərabər 0. Yox. 4 çıx 3x kvadrat bərabər bu 4'ə. 4'lər 7. Oradan da yanılır ki, x bərabər 0. 3 dənə kök oldu. 2 dənə burada. 1 dənə də burada. D variantı. 23. Bir dəqiqə, arada hansı soru bıraxdım eləmir. Yox. Tamam, gözləyək. B'nin hansı qiymətində x kvadratı çıx 2b çıx 3 vur x çıx 2b bərabər. Bu tənin köklərin kvadratları cəmi ən kiçik olur. Əvvəl deməli x1 üstəgəl x2'ni yazaq. Düstura görə belə bir düsturumuz var da bizim x kvadrat üstəgəl px üstəgəl 2. Buradan x1 üstəgəl x2 bərabər mənfi p'yə. Yəni bunun əksinə 2b çıx 3'ə. X bölü x2 də q'ya bərabər, yəni mənfi 2b'yə. Köklərin kvadratları cəmi x1 kvadrat üstəgəl x2 kvadrat. A kvadrat üstəgəl b kvadrat köməkçi üstünə yazırıq bunu. x1 üstəgəl x2'nin kvadrat çıx 2 vur x1 vur x2. x1 bu 2b çıx 3'dür. Çıx 2 vur bu, yəni bu. Davam edək. Görək nə alınır. Düstur kimi açsaq 4b kvadrat çıx 4 3. 12b üstəgəl 9 üstəgəl 4b bərabər 4b kvadrat çıx 8b üstəgəl 9. B'nin hansı qiymətində deyirsə, deməli y bərabər ax kvadratı üstəgəl bx üstəgəl c'də a müsbət olarsa, a'nın özü də yəni bu müsbət olarsa, bu ifadə a'nın hansı, x'in hansı qiymətində ən kiçik qiymətini alır? X'in m qiymətində. Mənfi b bölü 2a. Burada tətbiq eləyək onu. M bərabər mənfi b bölü 2a. B nədir? Mənfi 8. 2 vur a da 4'dür. Elədir 1. Sürəti vurğulara ayırsaq olur. X çıx 3, x üstəgəl 5. Məxrəcdə də x üstəgəl 5'dir modulda. Kiçik bərabər 0. Bu bərabərliyin tam həllər çoxluğuna təsadüf seçilmiş
bir ədədin mənfi ədəd olması ehtimalını tapın. Məxrəc deyək ki, həmişə müsbətdir. Bunu bildik. Amma 0 da bərabər ola bilər. Buradan anlarıq ki, x fərqlidir, mənfi 5-dir. Bu öz yerində. Demək, surət mənfi olmalıdır ki, mənfini müsbətə böləndə 0-dan kiçik bərabərləsin. Yəni, x çıx 3 vurulsun. X də gəl 5. Kiçik bərabər 0. Buradan alır x bərabər 3. Düzdür, adım ötürüzdədir. X bərabər 3. Biraz da açıqlayaq. Bir dəfə x çıx 3 bərabər 0, x üstə gəl 5 bərabər 0, x bərabər mənfi 5. Fərqli olduğundan bərabər üzərinə xətt çəkirik. Buradan da x bərabər 3. Demək, interval quraq. Mənfi 5, 3. Müsbət, mənfi, müsbət. Kiçik bərabər 0 deyirsə, 3 aiddir, 5 aiddir. Cavab oldu baraq. Tam həllər çoxluq bunun hansıdır? Baxın. 0, 1, 2, mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. Yox, mənfi 5. 5-dən fərqli olduğundan 5-i yazmırıq. Amma 3-ü yazırıq, hə? Səs gəldi, dayandırdım. 8 dənə ədəd var, düzdürmü? 8 dənə ədədin neçəsi mənfidir? 4-ü. Demək, 8 dənədən 4-ü o da elədi 2-də 1. Məsələn. Bunu 2-də 1 kimi də daha da saxlaya bilərlər. 0-10-5 kimi də yaza bilərlər də. Biz demək, bu ifadəni tapaq. Demək, baxaq, x böyükdür, yoxsa y böyükdür və x-i y-i 3 ilə, x-i 3 ilə y-i 5 ilə müqayisə edək. Loqaritm 4 əsasına 25, yəni bu ifadə böyükdür, loqaritm, belə yazaq. Demək, yəni bu ifadə loqaritm 4 əsasına 24 ilə loqaritm 4 əsasına 26-nın arasında yerləşir. 4 əsasına 24-ün cavabı tam ədəd olmadığından, o zaman bunu belə eləyək biz. Bunu buradan silirəm. Başa salmaq üçün 24-26-nı yazdım sizin üçün. 4 əsasına 16 bura yazıram. 64 də buna yazıram. Yəni 4-ün kvadratı 4-ün kubu. Biraz da geniş izləyək. Bu 4-ün kvadratı, bu da 4-ün kubu. Burada 3 gəlir əvvələ, burada da 2 gəlir əvvələ. Olur nə? Nə qıraqda haşiyə çıx. 2 vur loqaritm 4 əsasına 4. Loqaritm 4 əsasına 4 1-dir. 2 vur 1 eləyir 2. Yəni bunun cavabı oldu 2. Burada 3 gəlir əvvələ. 3 vurursun loqaritm 4 əsasından 4. Loqaritm 4 əsasından 4 də yəni 1 olduğundan 3 vur 1 3 eləyir. Deməli x 2 ilə 3-ün arasındadır. Bəs y-i neynəyək? Y-də bayaqkına uyğun olaraq loqaritm 3 əsasına 38 olur. Loqaritmdə 3 əsasına bir də 37 yazmıram. 3 əsasına 27, yəni 3-ün kubu. 3 gəlir əvvələ. 3 əsasına 3 üstü 4, yəni 81. X, y də bu ədədlərin arasındadır. Burada 4 gəlir əvvələ. Deməli, y nə olur? 4 ilə 3-ün arasında yerləşir. Belə deyil, 3 gəlir əvvələ və bu 3. Loqaritm 3 əsasına 3 1 olduğundan 3 vur 1 3 yazılır da. Bura bax belə 3 yazılır. 4 vur 1 də 4 yazılır. X-i də burada yumrulayaq. Deməli, x 2 ilə 3-ün arasındadır, y 3 ilə 4-ün arasında. Aydın məsələdir ki, burada x y-dən kiçikdir. Yəni, y x-dən böyük olduğuna görə bu olacaq y çıx x. Mötərizə əyildi. Çıx. X ədədi 3-dən kiçikdir. Deməli, x çıxır, moduldan çıxanda olur 3 çıx x. Elə məsələn 2 çıxılsın 3 və ya 2,5 çıxışı olsun, önəmli deyil. Moduldan çıxanda 3 çıxılsın 2 olur da. Bax, ona görə onu elə yazdıq. 3-də gəlir, 5 çıx y 4-dən kiçikdir.
Deməli 5 çıx y müsbətdir. Y 5-dən də kiçik olacaq. Mötərizəni açsaq y-lər getdi. Mənfi x çıx 3 üstəgəl x üstəgəl 5. X-lar getdi. 5-dən 3 çıxırıq. Nə oldu buna? Cavab eləyir 2. Xarici bucağı 36 dərəcə olan düzgün çoxbucağının neçə diaqonalı var? Xarici bucaq 36 dərəcədirsə, hansı bir çoxbucağına. Tabaq görək bunun neçədən tərəf var? Tərəf tapmaq üçün xarici bucaqların cəmi 360 dərəcədir. Bölürəm bir dənə xarici bucağına eləyir 10. 10 tərəfi var. 10 tərəfi var. Deməli, neçə diaqonalı var? Diaqonalların sayı düsturu belədir. N var, N çıx 3 bölü 2. 10 dənə tərəfi var. 10 vur 10 çıx 3 7. Bölü 2 eləyir 35. 27. Uyğunluğu müəyyən edin. Demək, D1 D2'ye paraleldir. Yəni, bütün hamısında D1 ilə D2 paraleldir. Alfanı, bettanı və alfa üstəgəl bettanı tapaq. Baxın bura. Bura bettadırsa, bura da bettadır. Bunu bildik. Bura alfadırsa, bura isə 180 dərəcə çıxar. Yox, bir dərəcəni vereyim. Görmədim. Demək, bura 30 dərəcə verib görməmişik. Betta aydındır ki 30 dərəcədir. Burada. Alfa necə oldu? Bura alfadırsa, burada 180 dərəcə çıx alfadır. Alfa hissə. 180 dərəcə çıx alfa ilə bu 30 dərəcənin cəm bu 80'i verir. Deməli 180 dərəcə çıx alfa üstəgəl 30 dərəcə bərabər 80 dərəcə. 180'dən 80 çıxıram 100 dərəcə. Deməli alfa bərabər 130 keçir digər tərəfə olur 130 dərəcə. Vəssalam, mənfi alfa mənfi 130, alfa da bərabər 130. Alfa 130 var, elə bir cavabımız bəli, C variantı var. Bəs alfa üstəgəl betta neçədir? 130 üstəgəl 30. 160 dərəcə. Deməli, B bəndi və C bəndi. Bu birinci. İndi ikinciyə baxaq. Alfa burada düstura görə 70 üstəgəl 50'dir. Bu eləyir 120 dərəcə. Bəs betta nəyə görə? Betta 50'nin qonşusudur. 50 dərəcənin qonşusu nədir? 180'dən çıxıram 50'ni. O da bərabər 130 dərəcə. Bəs alfa üstəgəl betta neçə olur burada? %20 üstəgəl 130. 250 dərəcə. Yoxdur 250. Amma bir dənə alfa bərabər 120 dərəcə var. Y variantı. Bax, üçüncüyə yenə D1 ilə D2 paraleldir. Düstura görə alfa bərabər 60 üstəgəl 40. Bərabər 100 dərəcə. Betta da 60'ın qonşusudur. 60'ın qonşusu nə olur? 180 çıx 60. 120 dərəcə. Burada alfa üstəgəl betta 100 üstəgəl 120. 220 dərəcə. Bir dənə D variantı uyğun gəldi.
Demək, Elmir və Günlərin olduğu düşərgədə Elmir oğlanların sayını qızların sayına nisbətini hesablayanda özünü və Günləri saymağı unudur, 5-də 3 kəsirini tapır. Demək, oğlanlarla qızların nisbəti Elmir özünü saymağı unudanda bir nəfər az hesablayır. Günləri də saymağı unudanda qızlardan bir nəfər az hesablayır. Cavab olur 5-də 3. İndi Günlər oğlanların sayını qızların sayına nisbətini hesablayanda özünü saymağı yaddan çıxardır. Elmiri isə 2 dəfə sayır. Deməli, bir nəfər artıq sayır oğlanların sayını. Bir nəfər artıq və 3-də 2 kəsirini tapır. Düşərgədə neçə uşaq var? Tənasüb kimi həll edək. X üstə gəl 1 vur 5 bərabər 3 vur y çıx 1. Bu tənasüb. İndi burada x üstə gəl 1 vur 3. Burada x çıx 1 də çaşıb üstə gəl yazdıq. İki vur y çıx 1. Mütərəzən açıq həll edək. Deməli 5x çıx 5 bərabər 3y çıx 3. İndi x üstə gəl 1'i 3'ə vururam. 3x üstə gəl 3 bərabərdir 2y çıx 2. Yerlərini dəyişdirək. 3y-nin 5'in 5x çıx 3y bərabərdir mənfi 3 üstə gəl 5. Buradan da 3x çıx 2y bərabərdir mənfi 2 çıx 3. Beş x çıx 3y bərabər 2'yə. 3x çıx 2y bərabər mənfi 5'ə. Demək, birinci sıranı vuraq 2'yə. İkinci sıranı vuraq mənfi 3'ə. Görək nə alınır. 5x'i vuraq 2'yə. Eləyir 10x. 3y vuraq 2'yə. 6y bərabər 2'ni də 2'yə vurdum 4'ünü burada. 3x'i vururam 3'ə mənfi 9x üstə gəl 2y vururam mənfi 3'ə. Şöyle sayın. Eləyir müsbət 6y. Mənfi 5'i də mənfi 3'ə vururam 15. 6y getdi. Burada nə qaldı? X bərabərdir 19. Deməli 19 dənə oğlan var. İndi qızlar nə qədərdir görək. Burada yerinə qoyaq. 3 vur 19 çıx 2y bərabər mənfi 5. Mənfi 2y bərabərdir mənfi 5 çıx 3 dəfə 19 57. Mənfi 2y bərabərdir mənfi 62. (62'ni 2'ye böldüm 31. Deməli neçə dənə uşaq var? 19 da gəl 31 cavab 50 uşaq. Düzbucaqlı paraleliped piramida və kubun oturacaqları kongruent kvadratdan ibarətdir. Yəni onların hamısını oturacaqların A hərfi ilə qeyd elədik. Düzbucaqlı paralelipedin həcmi piramida və kubun həcmləri cəminə bərabər. Deməli düzbucaqlı paralelipedin həcmi budur. Bu da piramidanın həcmi, kubun həcmi. Bu cür işarələdik. Bunların hündürlükləri 6 olarsa. Demək hündürlüklərinin hamısı eynidir. Baxın. Onun hündürlüyü nədir? Oxşar əsalında eybi. H. Paraleliped və piramidanın hündürlükləri 6'dır. Paralelipedlə piramida kubu demir.
Deməli bu kubdur. Bu paralelipeddir. Bu da piramidadır. Bu da kubun hündürlüyü sözsüz ki aydır. Deməli düzbucaqlı paralelipedin həcmi A vur B vur C'dir. Yəni burada A vur H olacaq. Piramidanın həcmi 3/1 S oturacaq vur H. S oturacaq da kvadratdır. 3/1 vurulsun A kvadratı vur H. Üstə gəl kubun həcmi A'nın kubu. Hər tərəfi A'nın kvadratına bölsək, burada qalır H bərabər 3/1 H üstə gəl A. Hündürlüklər də 6'dır. Deməli 6 bərabər 3/1 vur 6 üstə gəl A. A bərabər 6'dan 2 çıxdım 4. Vəssalam, oturacağın tərəfi oldu 4. Demək AB paralel CD-yə, düzdür? Bu verilənlərdir. BO perpendikulyardır OC-yə. Bura 90 dərəcə. Deməli bu qövsdə 90 dərəcədir. CD mərkəzdən olan məsafənin CD vətərinin mərkəzdən olan məsafəsinin AB vətərinin yarısına bərabər olduğunu isbat edin. CD vətərinin mərkəzdə olan məsafəsi bu. Buraya yazaq OM. AB'nin yarısı. İspat etməli. OM bərabərdir AB bölünsün 2. Mən ispat etmək üçün bayaqçıları sildim. Biz bunu ispat etməliyik. İspat etməliyik ki, OM bərabər AB'nin yarısı. OM'i götürdüm A. Əgər AB'nin 2 olduğunu bir sübut eləsək, bunu ispat edəcəyik. Bu C bucağını alfa götürdüm. Buradakı bucağı da beta götürdüm. Bu üç bucaq düz bucaqlı üst bucaqdır. Ona görə alfa ilə betanın cəmi 90 dərəcədə burada qeyd elədim. Bir dənə də ON perpendikulyardır. AM çəkdik. İndi diqqət eləyin, bax buradakı bu bucağı tapaq. Rəngi dəyişdirim. Bax buradakı bucağı tapaq. Onu necə tapaq? %80 dərəcədən çıxıram 90 dərəcə ilə betanın cəmini. Elə bil ki, bu üçünün cəmi axı 180 dərəcədir. Bu açıq bucaq gedir axı. Bu deyir nə? 180-dən 90'a çıxdım, elə 90 çıx beta elədi. Buradan da görünür ki, 90 çıx beta ilə alfadır. Alfa bərabər 90 dərəcə çıx beta. Demək buradakı bucaq oldu alfa. Onun rəngini dəyişdireyim. Rahat görsün. Alfa ilə beta ki burada 90 dərəcədir. Burada. Demək bura alfadırsa B bucağı ilə alfanın da cəmi 90 dərəcə görünür. Çünki ONB üç bucağı düz bucaqlı üç bucaqdır. Bucaq B üstə gələ alfada 90 dərəcədir. Deməli bucaq B bərabərdir betaya. Bunu bildik. İndi burada diqqət eləyə başqa məqama. Baxın, üç bucaq O, B, N və üç bucaq C, O, M-də.
OB bərabər OC radiusdur. Bunlar birbirine bərabər. Sonra bura beta yazmaq yadımızdan çıxıb, uzaq beyin beta tapmışıq biz. İki tane de bucaq bərabərdir. Alfa, beta düzdür. BTB əlamətinə görə, TBT əlamətinə, üzr istəyirəm, yorğunluqdan dedim. Həm BTB əlamətinə görə bərabərdir. Həm də bir düzbucaqlı tutacağın, bir hipotenuz, düzbucaqlı tutacaqların bərabərlik əlamətlərinə görə bərabərlik əlamətinə görə və ya belə yazaq. Və ya bu cürdə qeyd edə bilərik. Bunu sileyim. Bucaq, tərəf, bucaq əlamətinə görə üç bucaq OBN bərabərdir üç bucaq nə belə oldu? Bərabərdir üç bucaq COM. Buradan bize yer lazım diye bu hissələri silirəm də artıq bura kimi yazmışıq da. Silirəm ki izahat hamlaya bilək. Buradan OB bərabər olur. OB bərabərdir. Durun buraları da sileyim. OB bərabər olur. OC-yə. BN bərabər olur. OM-ə. ON də bərabər olur. CM. Yəni bu şəklin üzərində tətbiq edeyik. Baxın, OM A bərabər oldu nəyə? BN-ə. Oynadıq. Deməli, burada oldu. Və vətərə indirilən perpendikulyar xəssəsinə görə ON perpendikulyardır AB olduğuna görə N nöqtəsi orta nöqtədir. Yəni AN bərabərdir BN. Biz BN-də A-ya bərabər eləmişik. Buradan alınır ki AB bərabərdir 2A-ya. AB 2A, OM-də 1A. Deməli OM bərabərdir AB-nin yarısı. İspat olundu. Vəssalam. Hələlik bu qədər. Sağ olun, Allah amanında.